necə demişdik, təzə kitab oxuyacaq. Bizdə öyle olacaq ki, Buxar oxuyacaq, sonra bir gün bu kitab oxuyacaq. Yəni, kitab İbn-i Cavzi'nindir. Televizül İblis. İblisin çaşdırmamalı, yəni çaşdıran vəsvəsələri və hilələri, yəni namaz qılan necə çaşdırır, oruç tutan necə çaşdırır və s. Biz dedik ki, birinci iblis, yəni şeytan insanın düşmənlərindən biridir. Və şeytanın düşmənliyi ən açıq düşmənçiliyidir. Allah Subhanahu taala şeytanın düşmənçiliyindən deyir, Aduvu mubin. İblisi düşmən kimi qeyləndir, yəni aydın düşməndir şeytan. Lakin insanların çoxsu o düşməni yaddan çıxarırlar və başlayırlar başqa düşmənlərdən danışmağa. Lakin belə baxanda düşmənlərə ən birincisi onların içindədir. Və birinci gəlib bu düşmənə qalib gələsən. Yəni şeytana. Şimdi şeytana qalib gələmədin, heç kəsə qalib gələməyəcəksən. Ona görə bu birinci düşməni öyrənmək lazımdır, bilmək. Ona görə Şeyx İbn Cavzi Rahmanullah bu kitabı yazıb, Allah onu rəhmət eləsin və Şeyx 6-cı əsrdə doğulub, yəni 6-cı əsrdə yaşayıb. Hicrətin 508-ci ilində doğulub və 597-ci ilində vəfat edib, rahmanullah. Yəni, xristiyanların tarixi ilə 1201-də vəfat edib. Və Şeyx elm əhlində olub və təxminən 300 dənə kitabın müəllifidir. 300-dən çox kitab yazıb Şeyx. Özü də çox hazır cavab idi, özü də Bağdadda yaşayıb Şeyx. Və bir gün məzhəbdə gedənlər ixtilaf edirlər. Deyirlər ki, bəs hansı əfzəldir, Əbu Bakır yoxsa Əli? İxtilaf düşür. Bir tərəf deyir ki, Əbu Bakır əfzəldir. Və bir tərəf deyir ki, bəs Əli əfzəldir. Və gəlirlər deyirlər, gedib İbn Cavzinin yanına o məsələni həll eləyər. Və İbn Cavzi də təbii ki, çətin vəziyyətə düşür. Bir tərəfi desə, bu tərəf döyəcək onu, bu birisi tərəf desə, bu birisi tərəf. Və deyirlər ki, Şeyx hansı əfzəldir, hər iki tərəf baxır ona. O da deyir ki, hələ hazır cavab olur, deyir ki, Şeyx, o əfzəldir ki, onun qızı ondadır. Əbu Bekir deyənlər deyirlər, Əbu Bekirin qızı Peyğəmbərdədir. Bu tərəf deyir ki, Peyğəmbərin qızı Əlidədir. Hər iki tərəf razı olur, arxayın Allah gedirlər. Hər kəs öz cavabını alır, kifayət qədər. Yəni, Şeyx elm əhlini olub, Allah ona rəhmət etsin inşallah. Elmin bəhrəsidir ki, neçə il keçib, lakin biz onun kitabını oxuyuruq. İnşallah sahib gedir ona. Və Şeyx birinci başlayır, deməli, ağlın insana ən böyük neymət olmağından. Deyir ki, ən böyük, əzəmətli neymətlərdən biri insan üçün ağıldır. Və nə üçün Şeyx bunu deyir? Bəyan deyir ki, çünki o elə bir alətdir ki, üzvdür ki, onunla insan Rəbbini tanıyır. Çünki ağıl olmasaydı insan tanımazdı Rəbbini. Onun ən böyük neymət də ağıl. Onunla deyir, insan öz Rəbbini tanıyır. Və həmçinin onun səbəbi ilə, vasitəsilə Peyğəmbərləri təsdiq edir, qəbul edir, ağlın vasitəsilə. Və həmçinin Şeyx lakin buyurur ki, ağıl özü dərk edə bilmədi. Çünki acizdir, ona görə Allah Subhanahu taala onu dərk etmək üçün ağıl ki, onu dərk etsin Peyğəmbərlər yolladı, kitablar yolladı. Çünki ağıl acizdir axı. Ağılda yol göstərən lazımdır. Ona görə deyir, Allah Subhanahu taala kifayət eləmədi özlüyü olmağı. Allah Subhanahu taala Peyğəmbərlər yolladı və kitablar yolladı. Və bu ağlı vasitəsilə şəriət
elə bir iki şeyx deyir. Hamısı şeyxin sözləridir. Şəriət elə bir günəşdir, ağıldır, gözdür. Yəni gözün açdı ağıl, gördü günəşi. O belə, şəriət günəşdir. Və ona görə Peyğəmbərlər və kitablar var. Sonra şeyx buyurur burada, ümumiyyətlə Peyğəmbərlərin göndərilməsinə hikmət nədir? Şeyx deyir ki, Peyğəmbərlərin göndərilməsində hikmət odur ki, insanlara qəlblərin xəstəliyin müalicə eləsin və qaranlıq olan şeyləri bəyan etsin. Lakin şeytan bu tərəfdən, Peyğəmbərlər gələndə işləyirdi bu tərəfdən. Şeytan haqq nə qədər möhkəm olsa, şeytan da orada bərk işləyir. Haqq olmadı şeytan işləmir əslən. İblis. Çünki insanlar özləri şeytan olurlar. Şeytan odur ki, Allahın rəhmətindən uzaq olan. Təbii ki, asi Allahın rəhmətindən uzaqdır. Hər gün ailən şeytandır. Ona görə şeytan nə vaxt güclü işləməyə başlayır, o vaxt ki, haqq gücləşir. Haqq əhli, o Peyğəmbərlər gələ-gələ şeytan da gücləşirdi, vəsvəsələri dəyişirdi, cürbəcür olurdu. Və Peyğəmbərlər gəlir, deyirdi, Allahdan başqa ibadət edilmir heç kəsə. O deyirdi ki, bəs yarpaqlar zad da var, bunlar da şəfa verir. Və oradan od yandırırdı, nəsə. Əqidədə zəif olanlar başlayırdı, hər şeylə ibadət etməyə. Onun bu da şeytanın işidir. Və bu cür çox insanlarda, cürbəcür, bütün dinlərdə insanları bölüb, yəni iblis. Çünki Peyğəmbər salsın, dedi ki, yol bir dənədir. Lakin yollar çoxdur. Bir dənə yol xət çəkdi, dedi bu yoldur düz, sağından xətlər çəkdi, solundan da xətlər çəkdi. Bunlar da hamısı yollardır, yollar çoxdur. Və hər yolun başında da iblis, şeytan oturub, yolu bəzədir. O yolda gedənlər üçün. Və şeytan iş odur. Ona görə əldən insan təəccüblənir ki, məsələn, elə şeylə işitsin ki, sən necə belə şeyi qəbul edir də insan ağlı. Belə şey inanır məsələn. Quran var, aydındır. Hədislər var, əlhamdülillah. Yəni, insan görsən yenə zəlatı düşür. Ola ki, şeytandır. Bəzədir. Və onlar gedirlər belə. Bu şeytanın işidir. Ona görə şeyx deyir ki, mən gördüm ki, bu düşməni tanıtdırmaq lazım cəmaata. Və ümumiyyətlə, gerək şəri tanıyasan ki, hətta düşməyəsən. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem Buxari Muslim Huzeyfə hədisində deyir ki, hamısı Peyğəmbər sallallahu aleyhi ve sellemdən xeyri soruşurdular, xeyr məsələləri. Bunu eləsəm xeyri var, bunu eləsəm xeyri var, bunu eləsəm. Bir dənə mən şəri soruşurdum, şərdən. Hətta qorxudan ki, düşməyəm şərə. Bir dənə deyirəm, mən şər soruşurdum həmişə. Şər məsələləri. Bu şərdir, bunun üçün şər olar və bu cür. Və insan təbii ki, həm xeyri bilməlidir, həm də şəri. Və şeyx sonra başlayır, dinlərə toxunur və ən birinci bab deyir ki, cəmaat olmaq, yəni sünnə və cəmaat olmaq. Mütləq sünnə olmalıdır birinci, cəmaat deyəndə. Çünki sünnəsiz cəmaat olmaz. Cəmaat nə vaxt oldu? O vaxt ki, sünnə oldu. Sünnə birləşdirir cəmaatı. Bir də olsa, bir dəsə ayırır. Şeyx sonra bu məsələyə toxunur. İnşallah qalsın o birisi dərslərimizdə tamam edəcək. Allah bilir. Elhamdülillahi Rabbil alemin. Və selamu aleyhi əşrafil anbiya və sallallahu aleyhi Muhammed və alə alihi və ashabihi əcmə'in əmə ba'd. Sonra şeyx bin Cəvz rahimehullah buyurur ki, el-babul əvvəl. Yəni birinci babda şeyx əmri bilüzumul sünnə vəl-cəmaə. Yəni Peyğəmbər salsın sünnətindən gedməyi və cəmaat olmaq məsələsi toxunur. Onun lazımlığından toxunur. Və şeyx burada bir neçə hədis getirib. Məsələn, bəzi hədislərdən Ömər ibn Xəttabın rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün qalxdı bizə və dedi ki, kim istəyir, istədiyi adamla cənnətdə olsun və kim istəyir, başqa ləfsdə kim istəyir cənnətin ortasından olsun, cəmaatda olsun.
Kim istəyir ki, cənnətin ortasında olsun, geri cəmatda olsun. Çünki şeytan bir nəfərləndir. 2 nəfərlə olanda artıq şeytan uzaq ondan. Amma şeytan bir nəfər olanda şeytan vəsvəsələrlə qalib gəlməyə ona ehtimalı çoxdur. Amma nə qədər adam çox oldu, orada şeytanın vəsvəsələri də zəifləyir. Bu hədis cəmatın mühümliyindən danışır, faydasından. Bu cür hədislər şeyx gətirir bir neçə. Sonra başqa hədis gətirir ki, Əbu Vail rivayətində deyir ki, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün xət çəkdi və solundan da xətlər çəkdi. Və düz xəti çəkdi və dedi ki, bəs bu Allahın yoludur, düz yolu. Hansı ki, əyri zadı yoxdur bu yolda. Quyu, nəsə ki, yıxılasan düşər və nəsə ilişər ayağı var. Düz-bədüzdür, təmiz. Və sonra xətlər çəkdi və dedi ki, bunlar da yollardır. Yollar. Bir hər yolun da başında şeytan oturub, o yolda başında oturub, o yolda gedənlərə çağırır ki, gəlin. Və bəzədir o yollara. Və sonra Rasul salsın bu ayəni oxuydu ki, və ənə hədə sıratı müstəqimə fəttəbi'u və lə təttəbi'u subul. Və bu surə deməli Ən'am surəsindədir. Və burada Allah subhanət hələ buyurur ki, bu Allahın düz yoludur, buna tabi olun və yollara tabi olmayın. Ən'am surəsində ayımla. Sonra şeyx başqa rivayət edir ki, 2 nəfər 1 nəfərdən xeyirlidir. 3 nəfər 2 nəfərdən xeyirlidir. Və 4 nəfər isə 3 nəfərdən xeyirlidir. Və belə çox. Və cəmaat olun. Və cəmaat olmaq faydaları ümumiyyətlə ən böyüyü insan sakit danışmır da. Deməli, insan salamat olur şeytan vəsvəsələrindən. Bu da böyük şeydir mənim üçün. Balaca orada yavaş. Sonra başqa rivayətdə Peyğəmbər sallallahu hədisindən gətirir şeyx və buyurur ki, sizdən qabaq əhl-i kitab biri 72 yerə bölündü və biri 71 yerə, biri 72 yerə və mənim ümmətim də 73 yerə bölünəcək və hamısı cəhənnəmdə olacaq birindən başqa. Biri cənnətdə olacaq. Dedilər ki, yarısında hansıdır o? Deyir ki, Rasul sallallahu aleyhi ve sellem o cəmaatdır. O firqə cəmaatdır. Və sonra şeyx burada sünnədən danışır. Çünki cəmaat olub, məhz hətta sünnə olmayacaq. Gəlir sünnətlə, bidətlə cəmaat olma olmaz. Bidət ayırır. Cəmaatın şərti nədir? Gəlir sünnələ gedəsən. Sünnənən, yəni Peyğəmbər salsın yoluna. Cəmaat olma budur. Və başqa rivayətlər Rasul salsın cəmaatı daha da şərh edir. Kim məni və məni sahabələrin yolundadır. Yəni cəmaat olmaq üçün gərək sünnədə Peyğəmbər və sahabələrin yolunda olsan. Və şeyx sonra burada rivayətlər getirir, əsərlər sahabələrdən deyilir ki, bəs sünnətdə az eləmək bidəti çox eləməkdən çoxdur. Yəni xeyirlidir. Yəni əməllə deyir, yəni bidət nə qədər istəyən elə. Çünki bidətdə xeyir yoxdur. Ola ki, sünnət az olsa, xeyir o bidətdən çoxdur. Ona görə görürsən, bidətçilər eləsi var, gündə minlərlə zikirlər eləyir. Bidətli zikirlər. Ki, şeyxi, bağlanan şeyxi ona deyib ki, sən gündə məsələn 2 milyon dənə ləylərini deyəcəksən və s. və s. Lakin bidətdə ona görə xeyir yoxdur. Sünnətlə lakin gələn 100 dənə zikri və ya 10 dənə zikir eləsin, o 1 milyondan yaxşıdır. Bidətdən. Və sonra şeyx yenə bu cür rivayətlər gətirir və burada həm sünnə mühümdə, həm cəmaat. Və cəmaat olmaz, hətta sünnə olmayacaq. Sünnətlə gəlməyəcək. Və sonra əhl-i sünnənin danışır şeyx və deyir ki,
əhl-i sünnəyə həmişə xeyirli baxın, çünki onlar qəriblərdir. Qəriblərdir. Yəni, yaxşı baxınlar onlara. Və sonra başqa rivayətdə Şafiidən gəlir ki, əgər hədis əhlindən bir kişini görsəz, veya özü deyir, Şafii deyir ki, rahmanullah, əgər hədis əhlindən birini görürəmsə bir kişini, elə bir ki, Rasulullah sahabilərin birini görürəm. Və sonra şeyx ayənən qutarır ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ وَسْفَةً حَسَنًا Peyğəmbər salasən və sizin üçün görər ibrətlər var. Lakin başa düşənlər sonra. Və sonra şeyx buyurur ki, فِي ذَمِّ الْبِدَعَ وَالْمُبْتَدِئِينَ Sonra şeyx çünki münasibdir, indi bidətçilərdən danışmaq. Ona görə bidətdən danışır və bidətçilərdən. Bu ikinci babdır. İnşallah bu qalsın, oruç dəstələ, Allah bilir. Sonra şeyx İbn-i Cəvzi rəhməhullah buyurur Bab-ı Thani fi zəmmil bid'a və mübtədini bidətin və ümumiyyətlə bidət edənləri yəni zəmmi, yəni pis olması. Təbii ki, bidət xeyri yoxdur bidətdə. Ancaq zərər var dinə, İslam dinə. Şeyx ona görə ayrıca bab ayrıb olar üçün və bidət odur ki, yenilik, yəni dini məsələlərdə. Dünya məsələlə daxil olma. İnsan dünya məsələlərdə azaddır, inkişaf eləmək lazımdır. Lakin dini məsələdə yəni raket düzətmək olmaz. Yəni özündən təzəvvürsən, ixtira, gəlib deyir ki, mən təzə hökməllah tapmışam. Məsələn, təzə namaz tapmışam, bəs yuxarıdan atlanma aşağıya və s. Biz deyəcək, bu bidədir. Bəs inkişaf dünya kamildir. İnkişaf dünya məsələlərdir, dində yox. Ona görə Allah subhanətlə buyurur ki, Əl-yevm əkməltu ləkum dinakum. Maidə surəsi 3-cü ayəsi. Bugün sizin dininiz kamil oldu. Demək, din kamildir. Bidət edən adam bununla bu ayəyə nə deyir? Çünki onun dediyinə görə din kamil deyil. Bəs kamil deyil deyələm, gələcək filan kez Əhməd ağa məsələn və bir dənə özündən zikr uyduracaq, ayəni kamilləşdirəcək. Yoxsa din kamildir və bu ayədən sonra Rasulullah çox az yaşadı. 2 ay belə, 2 aydan çox biraz. 3 ay yaxın. Onun üçün Peyğəmbər salsın deyir ki, şeyx getirir bu rivayəti Ayşə radiyallahu anhadan müminlərin arasından. Deyir ki, mən əhdəsə fi əmrinə mə leysə minhu və mə leysə fihi fəhuvə rad. Kim bundan sonra bizə nə artırsa, bizim dinimizə, bu yola, bu dediklərimizə, Quran sünnəyə, o rədd olunur. Artıra bilər. Kimlər? Sahabələr, 4 xəlifə. Onların etdilər bidət sayılmır. Çünki Peyğəmbər salsın deyib, tabi olun mənə xəlifə, mənə sünnətinlə gedin və 4 xəlifənin sünnətinə. Ona görə müəyyən məsələlər var, 4 xəlifələr edirdilər və bidət sayılmır, sünnətdən sayılırdı. Amma qeyrisi olmaz. Fəqət olan müasir məsələlərdə iştihad olunsun alimlər. Və bidət eləyən adam birinci ayəni düzgün saymır. Elə çıxır ki, Allah-u Teala sən demə dinlə kamilləşdirməymiş. Həmçində Peyğəmbər sazı yalancı sayır. Çünki Allah subhanətə ki, çatdır əgər sən çatdırmıyorsan, Peyğəmbərliyin yerinə yetirmiyorsan. Yəni hər şey kamil, hamısını yerinə yetir. Elə çıxır ki, Peyğəmbər salsın ittihamdır ki, tam yaxşı şeylər var imiş, deyib bizə. Peyğəmbər ittiham çıxır. Və bidət eləmək ona görə qorxulur, ona görə Şafii deyir, mən razıyım, günahla Allah qarşısına gəlim, lakin bidətlə razı deyiləm. Bidətlə gəlim Allah qarşısına, qiyamət günü. Təsəvvür, bidət günahdan mı pisdir? Və birinci bidət xavaricdən bidət oldu. Hansı ki, hökm məsələsini şirtdilər. Əli ibn Əbi Talib ittiham edilər ki, Allahın hökm vermədim. Və təbii ki, bu firqə bidətçilərdir və müasirləri də var. Onlarla olan tayıdır. Bidətçilər ola sayılır həmçinin. Və şeyh sonra buyurur ki, kim
bu məsələdə artıq şey eləsə, o da rədd olunur. Yəni, sünnət aydındır. Peyğəmbər sallallahu yolu gecəsi gündüz kimidir. Kim geçsə, biraz da işıq lampı bağlası deyəcək, yox, çıxartsan. Ehtiyac yoxdur, aydın hər şey. Və sonra Şeyx Rahimullah burada İrbad radiyallahu anh'ın rivayətini gətirir ki, Peyğəmbər sallallahu bir gün mövzə elədi, gözlərimiz yaşardı, qəlblərimiz körəldi və dedi ki, ya Rasulullah, bəs elə bir ki, yəni rida söhbəti kimidir, bəs bizə nəsihət elə. Peyğəmbər sallallahu deyir ki, bəs sizə Allahdan təqvalı olmağınıza vəsiyyət edirəm və lap Həbəşistandan bir qul da gəlsə, ona tabi olun, qulaq asın. Çünki bizdən sonra kim yaşayacaq, çoxlu ixtilaf görəcəklər. Yəni, belə məsələlərdə hökməllah və s. Buna qulaq asaq, buna tabi olaq, yoxsa yox. Peyğəmbər bu məsələdən sonra onu gətirdi. Dedi, məndən sonra çoxlu ixtilaf olacaq, belə bir çoxlu ixtilaf görəcəksiniz. Və Peyğəmbər bunu dedi və əlacı nə dedi? Əlac nədir ixtilafda? Fəalikum bi sünnəti. Mən sünnətimlə gedin. Yəni yolumla. Mən necə demişəm, o cürdüm. Və Raşid xəlifələrinin yoluna. Raşid da 4-dür, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xilafət 30 ildir. Anladın? Və bidətdən də qorunun, artıq şeylərdən. Çünki bidət zəlalətdir və zəlalət də oddur. Yaxşı bidət yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, hər bidət zəlalətdir. Bəziləri deyib ki, yaxşı bidət var. Çünki bidət edirlər axı. Öz əməllərin yoxdur, dəlil. Biraz gül qoyublar ayağını, deyirlər ki, bu yaxşı bidətdir. Lakin Peyğəmbər sallallahu hər bidəti yaxşı yoxdur, hamısı zəlalətdir. Hamısı o da aparılır. Və sonra şeyx burada mövzu uzundur. İnşallah yavaş-yavaş toxunarıq buna. İnşallah gələn dərslərimizə. Allah bilir. Rahim, elhamdülillahi rabbil alemin. Və alə alihi və ashabihi əcməin və bəd. Sonra Şeyx İbn Cəvzi rahimehullah o vaxt ki bidətdən danışdı. Və İrbad radiyallahu anh'ın rivayətini gətirir və sonra Ayşə radiyallahu anh'ın bidət barədə, sonra bidət əhlindən danışır. Yəni şeyx danışır bidətçilərlə münasibət necə olmalıdır. Və burada Şeyx rahimehullah sələfdən, məsələn, İbn Sirindən gətirildi ki, bəs bir gün bir kişi İbn Sirinin yanına girdi. İbn Sirin rahimehullahın yanına. O deyir, ravi deyir ki, mən də şahid idim, yəni oturmuşdum məclisdə. O vaxt ki, o bidətçi oturdu, o da bidətçi idi və qədərdə bidət eləmişdi. O vaxt ki, qədərdən başladı danışmağa, İbn Sirin dedi ki, ya sən duracaqsın, ya da mən bu məclisdən. Yəni İbn Sirin bidətçilərlə meclisdə oturmazdı. Onun üçün burada başqa ravilər buyururlar ki, Əyyub Saxtiyaniyə bir kişi deyir ki, hava əhlindən, yəni bidət əhlindən biri. Mən sənə bir dənə söz demək istəyirəm. Əyyub Saxtiyani deyir ki, yox, heç bir yarım söz də demə mənə. Çünki bidətçi sən ona görə. Və başqa rivayətdə Əyyub Saxtiyani rahimehullah buyurur, bidət sahibi əgər nəsə ictihad edirsə, nəsə artırırsa, o qədər də Allahdan uzaqlaşır. Yəni adam var, görürsən, elə bir iki gündə 100 dəfə la ilahe illallah demək, artıq özünü fərz eləmək, yaxşı şeydir, amma əslində Allahdan uzaqlaşdırır bidət. Baxmayaraq, əməl çox olsa da, lakin bidətdirsə Allahdan uzaqlaşdırır insanı. Bu da bidətin, yəni, təhlükəli olması. Və başqa Sufyan Əs-Səvri rahimehullah buyurur ki, bidət iblis üçün daha sevimlidir günahdan. Yəni, biri əgər günah edirsə, iblisə elə sevimli deyil. Amma bidət ilə daha çox sevimlidir. Çünki bidətlə insanlar Allahın dinindən dəyişirlər, ona görə. Və sonra rahimehullah buyurur ki, bəs biri ölür bidətçilərdən Abdüləziz İbn Əbi Davud. Mən də onun cənazəsindəydim. Və cəmaat səhv qurdu ki, cənazə namazı qılsın onun üçün.
və Sufyan-ı Savrunu gözləyirdilər. Və Sufyan-ı Savru gəldi və Sufyan-ı Savru cənazə namazı qılmadı ona. Çünki ircalıq var idi onda, bidətçi idi ona görə. Və Sufyan-ı Savru başqa rivayətdə deyir ki, bəs kim bidətçidən bir şey etsə ona fayda verməz. Kim bidətçi ilə əllə görüşsə, İslam ondan yavaş-yavaş gedər, zəifləyər. Və bidətçi ilə görüşüm olmaz. Hətta sələf müasirlər də buyurublar ki, bidətçilərlə görüşməyin. Salam da bilmək olmaz. Və həmçinin başqa rivayətdə deyir ki, Süleyman Teymi artıq xəstələnir və başlayır ağlamağa. Deyirlər ki, nə ağladın? Nə ağlıyorsan? Qorxursan ölümə? Deyir ki, yox. Və lakin bir gün bir dənə qədərinin yanından keçəndə ona salam verdim. Ola bilsin ki, Allah subhanət hələ mənə hesaba çekici ona görə. Yəni, bidətçi idi, ona salam verib. Fikirlərsən, sələf mövqeyi necə idi bidətdən? Həmçinin başqa rivayətdə Fudayl ibn İyaddan deyir ki, əgər bidətçini görsən ki, yoluna gəlir, sənin üzbəyüz başqa yoluna ged. Başqa yoluna ged, onun yoluna gedmə, onunla üzləşmə. Həmçinin başqa rivayətdə buyurur ki, Bəşir ibn Həris o Məlisinin ölümü gələndə bidətçilərdən biri idi. Və mən də deyib, bazarda idim. Deyir, vallahi yer tapmadım. Yer tapsaydım, səcdə eləyərdim Allaha ki, həlak oldu. Bidətçi idi və xüsusən də o bidətçilər ki, dəvət edirlər bidətdən. Onlar lap pisdirlər. Çünki bidətçilərlə növləri var. Dəvət edənin lap pisdir. Onun əslində salam vermək düzgün deyil onlara. Və sonra başqa Şeyx Rəhməlullah burada çox getirir. İnşallah bu məsələ qalsın, gələn dərslərimizə, gələn danışacaq bu barədə. Şeyx İbn Cəvzi Rəhməlullah buyurur ki, o vaxt bidətdən danışdı, sonra bidət əhlindən. Yəni, bidət əhlindən necə münasibət qılmaq lazımdır? Şeyx burada danışır sələfin mövqeyi. Və bir neçə hədis gətirmişdi və sələfin sözlərindən. Və sonra hədislərdən də biri şeyx gətirir İbn Məsudun rivayətin. Deyir ki, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, mən qiyamət günü hovuzumda gözləyəcəm sizi. Yəni, qiyamət günü siz bilirsiniz ki, orada mənzərə biraz dəhşətli olacaq. İsti, günəş yaxınlaşacaq, tər axacaq. O vaxt təbii ki, suya ehtiyac olacaq. Özü sərin su o vaxt ən qiymətli şey olacaq. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hövzü olacaq. Və oradan möminlər su içəcək. Əhl-i-sünnə və cəmaə. Bidət əhli isə qovulacaq oradan. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən sizi gözləyirəm havuzda. Bəziləri deyik, yaxınlaşanda ora mələklər qoymayacaq ora. Havuza yaxınlaşsınlar. Deyəcək ki, Rasul sallallahu əleyhi və səlləm bəs onlar mənim əshabımdır. Yəni ümmətimdir. Bəs onlar da deyəcək ki, yox, sən bilmirsən, səndən sonra onlar nə uydurdular. Yəni bidət etdilər. Təbii ki, burada məqsəd qiyamət günü necəndir? Yəni bidətçilər hamısı daxildir bura. Təbii ki, şeyx bunu gətirib göstərir ki, bidət məhrum eləyəcək qiyamət günü o hovuzdan içməyə. Təsəvvürlə bidət nə pis şeydir. Ola bilər günahlı geçsin, içsin oradan. Amma bidət edən qovulacaq. Özə bidət edənlər qovulacaq. Günah eləyənlər yox. Və sonra şeyx burada rəhməhullah o vaxt bir neçə sələfin sözlərindən gətirdi. Məsələn, sələf hərdən eşidəndə ki, bidətçilər ölüblər, şükür səcdəsi eləyirdilər. Təbii ki, o bidətçilər ki, hansı ki, başçıları idi. Yəni, dəvət eləyirdilər bidətə. Onlar öləndə bəziləri sələfdən şükür səcdəsi eləyirdilər. Və sonra şeyx burada deməli Muhammed ibn Səhl Əl-Buxaridən rivayət edir ki, bəs birini
elm əhlinin yanında idi və bidətçilərdən danışırdı. Və ona dedilər ki, bir kişidir ki, yaxşıdır ibadətdən zaten danışsan başqa şeydən, o daha yaxşı olar. Və şeyx istənir onun üstünə, deyir, bidətçilərdən danışmaq mənə 60 il ibadət etməkdən əfsəldir. Yəni, mənə üçün sevimlidir. Bidətçilərdən. Çünki bidətçi bəyan eləmək lazım bidətçiləri. Bidətçilərdən gələk danışırsan. Yoxsa cəmaat bilməsə kimdir bidətçi, kimdir sünnətlə gedən, kimdir bidətlə gedən, cəmaat bilməyəcək kim nə deyir, hamısı haqq elə biləcək. Yox. Bəyan eləmək lazım. Zəlalət əhlidir. Və ya məsələn, bu səmalarda uçur. Və ya məsələn, bu yuxularda ərdən bayraq görür. Bəyan eləmək lazım mütləq. Onlar salam da vermək olmaz həsnən. Onlarla oturmaq düzgündür. Aydındır, müasir xavariclərindən oturmaq düzgündür. Salam vermək olmaz. Necə İbn Baz, rahiməhullah buyurub. Ona ola bidətçilərdən də olanla həmçinin bidətçilər kimi münasibət qılmaq lazımdır. Aydındır. Və budur. Yəni bidət, şeyx sonra davam edir bidətdən və bidətçilərdən. İnşallah şeyxin qızımla yazılan sözlərindən davam edəcək gələn dərslərimizdə. İnşallah, Allah bilir.